Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən tədbir zamanı tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 2 kiloqram marihuana, küllü miqdarda psixotrop maddə olan metamfetamin və metadon həblər dövriyyədən çıxarılıb. Qardaş, bu malı atacaq adam var ha. Beton yolun qırağına atsın da, elə beton yol deyilən o özü biləcək də. Konum atsın mənə, hər hansısa bir plakatın şəklinin zadın, konumu zadı atsın mənə, vəsiyo. Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 30 yaşlı Toğrul Umayev saxlanılıb. O, ifadəsində narkotik vasitələrin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Siyəzən rayonu ərazisindəki gizli yerdən götürdüyünü və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs olunub. Emin Kərimov, Səs TV, Siyəzən.